Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, eləcə də izləyicilər. Mən Xanlar Meytivin təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla. Bu gün bir maraqlı qonağımız var. O Qarabağ müharibəsini işıqlandıran jurnalistlərdəndir, foto jurnalistlərdəndir. Xüsusilə bunu diqqətə çatdırmaq istəyirəm, amma Azərbaycan mediasında işləməyib, Azərbaycan həqiqətlərini dünyaya çatdırıb, onun fotoları dünyanın bir çox aparıcı media qurumlarında tirajlanıb və hətta gündəm belə olub. Ümumiyyətlə o proses necə həyata keçirilirdi? Artıq post-müharibə dövründə hansı formatda onlar çalışdılar? Beynəlxalq medianın Azərbaycana reaksiyası nə idi və yenidən qurma prosesində, böyük qayıdış prosesində hansı fotolarımız bizim harda dərc olundu? Elə bu istiqamətdə danışacağıq. Fotoqraf Əziz Kərimovla. Əziz müəllim, xoş gəlmisiniz. Xoş gördük. Əziz, nə mənə xoş gəlirdi? Azərbaycan həqiqətlərini göstərirdiniz. Yazmırdınız, heç nə eləmirdiniz. Bir foto ilə göstərirdiniz. Qarabağ müharibəsi, 44 günlük vətən müharibəsi zamanı hansı həqiqətlərimizi bizim dünyaya çatdırdınız? İlk öncə onu deyim ki, mən fotojurnalistəm. Mənim işim hadisəni çəkib göstərməkdir. Oraya heç bir müdaxilə etmədən hadisəni çəkib göstərməkdir. Qısa bir dənə maraqlı bir hadisəni deyim. Fransanın Le Monde qəzeti Gəncəyə atılmış raket bombasını mənim fotomu dərc eləyib, amma yazı ermənilərin yazısıdır. Dadındadır. Belə baxdım və mənim həmkarlarım mənə yazdı ki, bəs nə baş verir? Bu nədir? Həmin an, düz orada bilirsiniz də, həmin dövr ərzində internet məhdudiyyətlər var idi. Le Monde qəzetindən birbaşa çıxmağa çalışdım. Bir gün gecikməklə mənə cavab yazdılar ki, bəs səhv eləmişik, bəs falandır, feşməkandır, bəs belə elə. Dedim ki, siz fotonu tamam başqa bir məqsədlə istifadə eləmişsiniz də. Ya bu fotonu silin, ya da mən artıq başqa istiqamətlərə əl atacağam. Foto silindi. Üzr istədilər buna görə ki, bəs bilməmişik, bəs bizim fotoredaktorumuzun səhvi idi və s. və axırda. Yəni, həmin o 44 günlük müharibə müddətində bizim torpaqda nə baş verməyindən asılı olmayaraq biz ön cəbhədə idik. Yəni, Müdafiə Nazirinin icazə verdiyi yerə qədər biz həmin yerlərə çalışırdıq. Və hər dəfə fotolarımı çəkib redaktora göndərəndə və mənə izahatını verirdi ki, imkan daxilində təhlükəsizliyi qoru və işini davam elə. Və çəkdiyim fotolar demək olar aparıcı media qurumlarının əksəriyyətində yayımlandı və mənim əsas hədəfim o idi. Yəni, müharibə mənim torpağımda gedir və mən burada baş verənləri göstərməliyəm. Yəni, əsas hədəf bu idi məndə ki, reallıq nədir və onu göstərməliyəm. İstər Gəncəyə atılan, Tərtərə atılan, Bərdəyə atılan o bombaların hamısında, yəni orada gedib, orada çəkirdim çəkilişlərdə, göstərirdim ki, bombalar yəni vətəndaşların yaşadığı yerlərə düşür. Yəni, sərhəddə getmir müharibə və əsgərimizdən getmir. Dinc əhali ilə gedir və ölənlər də uşaqlardır, yaşlılardır. Yəni, sən sərhəddə müharibə aparmırsan və biz bunu göstərirdik və mənim əsas hədəflərimdən bu idi ki, reallığı olduğu kimi göstərir. Bizim torpaqda müharibə aparır, orada sərhəd də yoxdur. Bizim ərazini gəlib zəbt eləmişdilər, işğal eləmişdilər. Düzdür, yəni necə lazımdır onların payı verildi ordumuz tərəfindən. Amma bizdə onların necə hansısa formada Azərbaycan əskərinə mübarizə apardığını yox, Azərbaycan dinc əhali ilə mübarizə apardığını şahidi olurduq və orada da çox maraqlı bir məqamı istəyərdim ki, diqqətinizə çatdırım. Bəzi media qurumları var ki, həm Azərbaycana, həm digər Azərbaycan ərazilərinə bizim icazəmiz olmadan onda deyim ki, Ermənistan tərəfindən akkreditasiya olunmuş şəkildə Qarabağ ərazisinə gəlirdilər. O başqa bir məsələdir. Amma gəlirdilər orada çəkiliş edirdilər və çox az bir vaxt Azərbaycana həsr olunurdu, böyük bir vaxt qarşı tərəfə həsr olunurdu. Bununla mübarizə necə gedirdi? Çünki bilirəm ki, sizin göndərdiyiniz tam ki 3 foto ola bilərdi. Adamların 7 fotosu orada, yəni seçilənlərdən deyirəm, ola bilərdi. Bizim 3 digərinin 7 fotosu paylaşılırdımı? Elə faktı görəndə mübarizə üsulunuz necə olurdu? Hansısa bir formada reaksiya verməlisiniz? Baxın, mənim çalışdığım həmin
müddət ərzində 44 günlük müharibə, tək 44 gün deyil və 44 gündən sonra da olan Qarabağa qayıdış və sair və axır həmin müddət ərzində də mən çəkdiyim fotoları, məsələn redaktordan bunu özləri demişdilər mənə ki və icazəni də vermişdilər. Çəkdiyim fotolar, yəni bilirsiniz də insan ölümü və sair qoyulursa orada fotonun üstünə yazılmalıdır ki, yəni fotoredaktorlar bilsinlər ki, həssas fotolar var artıq burada. Mən həmin redaktordan, məsələn, o özləri də mənə dedilər ki, sən fotonu istədiyin qədər yükləyə bilərsən bizim sistemə və bunların hamısı yayımlanacaq. Və mən əmin deyildim ki, yayımlanacaq yoxsa yox, amma test elədim. Qarabağ müharibəsində mənim ortalama təxminən 500 plus qoyum, yəni digər rəqəm yadımda deyil, 500 plus foton mənim tək bircə getdi imicdə yayımlanıb. AP-də yayımlanan təxminən 200 nə qədərsə, Reuters-də təxminən bir o qədər də elə. Yəni ümumilikdə müharibə müddətində 1000 plus fotom, yəni Qarabağ müharibəsinə və təkrar fotolar deyil, müxtəlif fotolar yayımlanmışdı. Yəni düzdür, qarşı tərəfdən kifayət qədər fotoqraflar gəlmişdi. Və gəlirdi, o təbliğat gedirdi. Aydın məsələdir ki, o tərəfdən güya sərhədlər açılıb ki, insanlar daha əsgərlərin olduğu yerlərə gedirlər və göstərilir ki, güya biz insanların yaşadığı yerlərə atırıq və bu sübut olundu ki, biz insanların yaşadığı yerə deyil də hərbi obyektlər hardasa biz ora atırıq. Amma həmin o fotoqrafların işlərinə mən baxanda gördüm ki, yox, bunlar bir tərəflidirlər. Tərəf tutulur. Yəni bu tərəf tutmağın sən gələcəksən də bizim ölkəyə də. Yəni keçəcəksən biz tərəfdən də. Və bu yaxşı deyil də. Yəni elə bilinməsin ki, yəni hamı öz başına. Öz başınadır. Yəni görünür bu foto. Hətta mənim tanıdığım bir fotoqraf var idi. Bu Rusiyada çalışırdı. O belə eləmişdi bunu. Onun özü ilə mən Gürcüstana gedəndə orada gördüm onu. Onun ölkəyə girişi məhdudlaşıb. Hətta məhdudlaşıb deməyim özü mənə dedi ki, bəs mən o tərəfə getmişdim, bəs belə bir səhvim olmuşdu. Deyirəm axı bu torpaq. Niyə səhv edirsən? Deyirəm bu torpaq. Fakt mən hətta sizə bir maraqlı bir şey deyim. Mən Şuşaya gedəndə müharibə bitəndən sonra təxminən bir 2 ay, 3 ay sonra biz Şuşaya getdik. Şuşada mən evə girdim, bir pasport çıxdı qabağıma. Təsəvvür pasportda yazılıb Şuşa /Azərbaycan SSR. Ona yazılmamışdı ki, Armeniya və sair və axır. Yəni bizim o torpaqlarımız pasportunda belə o yazılıb və bilinir ki, bu nədir? Yəni mən bilirəm ki, bu torpaq həmin bu adamlara məxsus deyil. 2002-dir də bu torpağın kimin olduğu bilinir də. Hətta mən sizə bir də maraqlı bir şey deyim. Mən bir beynəlxalq bir tədbirdə iştirak edirdim. Ermənilərdən biri ayağa qalxıb elə bildim bunu zarafat əsasında deyir və yaxud bizi əsəbləşdirmə əsasında deyir. Qayıtdı dedi ki, o torpaq bizim torpaq deyil. Gecdə siz o torpaqlara geri qayıdacaqsınız. Bu söhbət baş vermişdi 2014-15 bu ərəfələr idi. Yəni təsəvvür edin ki, bu artıq özləri bilirlər ki, bu torpaq bunu deyil. Sən fotoqraf olaraq sən nəyə görə istinad edib gedirsən bu torpağa və bilirsən ki, sabahlarda icazəsi gəlmisən. Girmisən, yəni gələ bilərsən də, get amma Qarabağ torpaqlarına sən girmisənsə, Azərbaycan yəni biz buna icazə vermərik. Bu olmadığı təqdirdə sən girmisənsə və sabahlarım sən gələcəksən. Görürsən ki, bizdə mühüm tədbirlər keçirir və gecdə sən gələcəksən bura. Və amma ehtiyat edirsən gəlmək. Hələ də gəlib çıxa bilməyib bura. Bu onu göstərir ki, öz səhvini bilir. Məncə bir üzrxahlıq məktubu yazsa ki, bəs mən tək o yox, onun kimi digərlər, onun rəhbərliyi ən az qurumun özü yazmalı idi ki, yazıb üzr istəsə ki, bəs biz səhv eləmişik həmin ərəfə bilməmişik. Ondan sonra bəlkə nə güzəştə gedilə bilər oyunun vaxtı. Ümumiyyətlə Azərbaycan mediasının işini necə dəyərləndirərdiniz həmin vaxt? Mən Azərbaycan mediasının işini, yəni 100 ballıq şkalada 100 deyə bilərəm. Nəyə görə ki, bizim orada olan mən bütün media qurumunu nəzərdə, fotoqraf, operator, müxbirlərin hamısını, və hətta fotoredaktorların ki, yəni ki, Bakıda oturub işləyirdilər, hamısı kifayət qədər yüksək səviyyədə çalışırdılar. Heç kim deyə bilməz ki, mən bir neçə dəfə mediada elə söhbətlər eşitdim ki, Azərbaycan jurnalistlərinin işini nisbətən aşağı salırdılar və xarici mediada türk mediasını tərifləyirdilər. Mən deyirdim ki, Azərbaycan mediasının jurnalistləri hamısını nəzərdə tuturam, kifayət qədər peşəkar idilər ki, o xarici jurnalistlər hamısı digər müharibələrdə iştirak eləmişlər və kifayət qədər təcrübələri var idi. Siz onlarla Azərbaycan jurnalistlərini bir tuta bilməzsiniz hələ. Ona görə ki, bizimkilər təzə idi və bizimkilər gənclərdir orada. Gənc jurnalistlərdir və bunlar müharibə görməyiblər.
Təsəvvür edin ki, onlar gəliblər artıq 50-60 yaşında olan jurnalistlər, fotoqraflar, operatorlar gəliblər, müharibəni çəkirlər və bir neçə də müharibələrdə iştirak ediblər. Sənin jurnalistin onlardan daha can yandırır. Nəzərə alaq ki, neytrallığı qorumaq şərti ilə, neytrallığı və həqiqəti qorumaq şərti ilə gəlir sənin öz və torpağımızda çəkiliş eləyirik və doğru xəbəri yayırıq. Və jurnalistika prinsiplərinə Uyğun. Bax bunu çox gözəl qeyd edirsən. Çox bu şeylərin hamısını bizim o tənqid eləyənlər ki, Azərbaycan jurnalistləri həmin o xarici jurnalistlərə çatmağına çox var. Bəli, çox var. Amma bu o demək deyil ki, sən bunların işini azaltmalısan və ya kiçiltməlisən. Bu qətiyyən belə şey olmamalı. Azərbaycan jurnalistlərinin hamısı kifayət qədər peşəkarcasına, halbuki onların müharibə təcrübəsi yox idi heç birinin. İçimən daxil. Bizim təcrübəmiz olmuyor. Biz oradakı həqiqətləri, reallığı olduğu kimi çatdıra bilmişiksə, biz onlarla heç də aşağı səviyyədə deyilik. Biz onlardan qat-qat yüksəkdəyik. Sadəcə bizə müəyyən qədər bir vaxt lazımdır ki, biz onların daha təcrübəli oluruz. 100% Allah heç müharibə göstərməsin. Amin, o ayrı bir şeydir. Biz daim gözəl bir mənzərəni şahid olaq və onu çəkək göstərək. Hətta mənim yadıma gəlir ki, mənim özümə neçə dəfə deyilmişdi ki, biz ora girməyə ehtiyat edirdik, amma siz girdiniz, çəkdiniz. Və orada mən yayımlar eləmişəm. Yəni bu hətta mənə manyak deyən insanlar var idi ki, sən ora necə girsən, necə risk eləyirsən. Adamlara sadəcə izah eləmək lazım ki, buna ürək lazımdır. Azərbaycan jurnalistləri də çox ürəkli idi, çox peşəkar idi, çox möhtəşəm şəkildə də reallıqlarımızı olduğu kimi, yenə deyirəm, olduğu kimi dünyaya çatdırırdı və siz də təbii ki, onun içində. Mən də sizə təşəkkür edirəm. Əziz Fərolov, minnətdaram. Məziyyətiniz böyükdür. İstər müharibə vaxtı, istər post-müharibə dövrü, istər böyük qayıdış konsepsiyası çərçivəsində bütün çəkilişlərdə belə iştirak eləmisiniz və Azərbaycan həqiqətlərini dünyaya çatdırmısınız. Buna görə də sizə xüsusi təşəkkür edirəm. Və Gündəm Qarabağ verilişi yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.